açıq elan edirəm. Azərbaycan Respublikasının dövlət dilini səslənir. Universitet rəhbərliyi tərəfindən yubiley tədbirlərinin keçirilməsi çox gözəl və təqdirə layiq bir haldır. Hər bir müəllimə verilən bir dəyərli təcəssüdür. Və ad günü insanların həyatında özəl bir gündür. Hər bir insan həmin günü təbriklər, insanlardan qayğı, sevgi, özünə verilən dəyərin ölçüsünü bilmək istəyir. Yəni, bu çox bir insan həyatında dünyaya gəldiyi bir gündür. Və hər bir yeni günün ahəngindən daha gözəl, arzularımıza uyğun və bizi xoşbəxt edə biləcək şəkildə olmasını diləyirəm. Gülmək gülənin, ulduzlar gecənin, xoşbəxtlik isə başda yubilyarımız olmaqla hər birinizin olsun. Müəllim adı çox şərəfli bir addır və müəllim və alim ömrü çox dəyərlidir. Zəhmətlə çalışıb elm öyrədəndə, əkdiyi ağacın barını görəndə, illərlə qocalıb ömür sürəndə qürur hissi duyur əziz müəllim. Əyrini, düzünü ilk öncə görən, insanlara düz yolunu göstərən, zəkasından gələn nəslə fayda edən atadır, anadır əziz müəllim. Biliyin, zəkanın bağlı ağacı, elmin, təfəkkürün ən uca tacı, ecazkar səmanın, sən meyracı, qəlblərdə taxt quran əziz müəllim. Uca Allah qəlbinizdən keçənləri və qurduğunuz şirin xəyalları bir möcüzələrə çevirib, qismətinizə yazsın, möhkəm can sağlığı, uğurlu həyat, bol ruzu versin. Məş müəllim, yeni yaşınız sizə yeni ümidlər və yeni gözəl günlər nəsib eləsin. Sizi təbrik edirik. Çıxış üçün söz verilir. İqtisad Universitetinin İnzibati və Təşkilatı Məsələlər üzrə prorektoru Dosent Şaiq Əsgərova. Buyurun Şaiq müəllim. Hörmətli Məş müəllim, hörmətli tədbir iştirakçıları, əziz həmkarlar, dəyərli qonaqlar. Sizə məlumdur ki, hörmətli rektorumuz xaricdə
səfərdədir. O nə əlaqədar tədbirə mən çıxış edirəm onun yerinə. Onun salamlarını, təbii ki, çatdıracam Məş müəllim sizə. İndi isə mən Məş müəllim haqqında bir neçə söz demək istəyirəm. Bu gün biz Azərbaycan elmi və təhsilin inkişafında xüsusi yeri olan görkəmli şəxsiyyət, Professor Məş Əhmədovun 80 yubileyini qeyd etmək üçün bir araya gəlmişik. Bu əlamət gün münasibəti ilə hər birinizi sayın qəlbdən salamlayaraq yubileyimizi ürəkdən təbrik edirəm. Professor Məş Əhmədov uzun illər ərzində yalnız bir alim, müəllim, tədqiqatçı kimi deyil, həm də bütün bir məktəb yaradan ziyalı kimi tanınır. Onun pedaqoji fəaliyyəti, elmi fikrə gətirdiyi yeniliklər, yetişdirdiyi yüzlərlə tələbə və doktorant bu gün Azərbaycan elmi üçün böyük bir intellektual sərvətdir. Məş müəllim ömrünü elmə və təhsilə həsr etmiş, prinsipallığı, elmi dürüstlüyü və yüksək insanın keyfiyyətləri ilə həmkarlarının və tələbələrinin sonsuz rəğbətini qazanmışdır. O, Azərbaycan elminin formalaşma dövründən bu günə qədər keçdiyi yolun canlı şahidlərindən və fəal iştirakçılarından biridir. Bu yubiley təkcə bir insanın geografiyasının növbəti səhifəsi deyil, bu elmə, təhsilə və ölkənin intellektual inkişafına töhfə verən bir ziyalının ömür yoluna göstərilən sonsuz ehtiramın ifadəsidir. Biz bu gün Məş müəllimin şəxsi nailiyyətlərini deyil, həm də onun yaratdığı elm və məktəbin davamlılığını, təsir gücünü, formalaşdırdığı dəyərləri qeyd edirik. Hörmətli qonaqlar, bu gözəl yubiley münasibəti ilə bir daha professorumuzu təbrik edir. Ona uzun ömür, möhkəm can sağlığı, yeni elmi nailiyyətlər və tələbələrinin uğurlarını görmək sevincini arzulayıram. 80 illik yubileyinizi bir daha təbrik edirəm Məş müəllim. İndi isə sizin icazənizlə rektorumuzun sizə ünvanladığı təbrik ünvanı mən sizə oxumaq, vaxt aparmaq istəmirəm, yəni rektorumuz imzalayıb və həmin ünvanı istəyirəm Məş müəllim sizə təqdim edəyəm. Fəaliyyəti haqqında İqtisadi və Texnoloji Elmlər Kafedrasının məsləhətçi professoru Adil Şəkərəliyevə. Bugün mühakimədir. Hörmətli Məş müəllim, hörmətli tədbir iştirakçıları, icazə verin, iştirak edən bütün tədbir iştirakçılarını səmimi qəlbdən salamlayın və hamınıza uğurlar arz edeyim. Məş Əhmədov bu universitetdə uzun illər çalışan iqtisad elmləri doktoru, professor, şöhrət ordenli, əməkdar müəllim və ən əsası odur ki, 50 ildən artıq mənim səmimi dostumdur və bugün 80 illik yubileyini biz təntənəyə qeyd edirik. 80 il böyük bir ömürdür. Məş müəllim, mən deyərdim ki, dünya alimləri içərisində mənəvi cəhətdən ən zəngin olan insanlardan biridir. Bu maddi cəhəti demirəm, maddi cəhətdən Məş müəllim, adı müəllim həyatı yaşayır. Amma mənəvi cəhətdən çox zəngin olan bir insandır. Bu zənginlik nədir? İcazənizlə.
Məiş müəllim 80 il yaşayıb. Onun gözəl övladları var. Gözəl qohumları var, əqrabaları var. Gözəl dostları var. İqtisad elmləri doktorudur, professordur. Bunlardır o zənginlik. Əməyi dövlət tərəfindən şöhrət ordeni, əməkdar müəllim deməli, qiymətləndirilibdir. Bunlar hamısı onu göstərir ki, Məiş müəllim çox zəngin bir, mənəvi cəhətdən zəngin bir insandır və bununla da mən bir dost olaraq fəxr edirəm. Məiş müəllimi səmimi qəlbdən təbrik edirəm. Arz edirəm ki, Məiş müəllim sağlam və məhsuldar olaraq fəaliyyət göstərəsiniz, 100 il yaşasınız. İndi isə icazənizlə mənə həvalə olunmuş məruzəni sizin diqqətinizə çatdırmaq istəyirəm. Məiş müəllim, Məiş Alışoğlu Əhmədov 28 noyabr 1945-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Məiş müəllim orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil olmaq üçün Bakıya gəlir və 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat Fakültəsinin İqtisadiyyatın planlaşdırılması ixtisasına qəbul olmuşdur. Məiş müəllim oxuduğu müddətdə deməli, ordu sıralarına çağırılmış və 2 il olaraq ordu sıralarında xidmət etmiş və ordu sıralarında xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmiş və yəqin ki, yadınızdadır 1966-cı ildə Azərbaycan Dövlət Dadaş Bünyadzadə adına Azərbaycan Dövlət İqtisad Universiteti deməli, bu institut daha doğrusu fəaliyyət göstərməyə başladı və həmin dövrdə Məiş müəllim təhsilini bu institutda davam etdirdi və 1969-cu ildə bu universiteti bir müvəffəqiyyətlə bitirmişdir. Məiş müəllim əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda başlamışdır və həmin dövrdə Həsən Əliyevin rəhbərlik etdiyi institutda 1 il çalışmışdır və sonraki tarihi iqtisadiyyatla bağlıdır. 1970-80-cı illərdə Məiş Əhmədov Azərbaycan Milli Elmlər Akademiyasının xalq təsərrüfatının proporsiya və tempi proporsiya şöbəsində, yəni İqtisadiyyat İnstitutunun həmin dövrdə, həmin o İqtisadiyyat Universitetinə rəhbərlik, həmin bölümüyə rəhbərlik edən çox hörmətli akademikimiz Ziyad müəllim Səmədzadənin rəhbərliyi altında orada fəaliyyət 10 il çalışmışdır. Bu dövrdə Məiş müəllim deməli, həmin dövrdə deməli, əvvəlcə kiçik elmişçi, 1977-ci ildə isə böyük elmişçi vəzifəsində çalışmışdır. Məiş müəllim 1974-cü ildə akademik Ziyad Səmədzadənin rəhbərliyi altında elmi texniki tərəqqi və ictimai istehsalı material tutumu mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. 1976-79-cu illərdə İqtisadiyyat İnstitutunda çalışdığı şöbədə keçmiş SSR Elmlər Akademiyasının İqtisad yönümlü 4 institutu ilə müttəfiq respublikalarda milli gəlirin təkrar istehsalı mövzusunda birgə yerinə yetirilmiş 20 tədqiqat işində fəal iştirak etmişdir. Bu problemlə bağlı milli gəlirin təkrar istehsalı və səmərəliliyi mövzusunda yerinə yetirdiyi bölmə 1979-cu ildə SSR Elmlər Akademiyasının mühüm tədqiqat nəticələri siyasına daxil edilmişdir. Daha sonra həmin problemlə bağlı onun araşdırdığı tədqiqatlar 1982-ci ildə milli gəlirin təkrar istehsalı tempi və proporsiyalar adlı kollektiv monoqrafiyada öz əksini tapmışdır. Məiş müəllim Əhmədov 1980-cı ildə müsahibə yolu ilə Azərbaycan Dövlət İqtisad Universiteti, yəni həmin dövrdə Azərbaycan Dadaş Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna müsahibə yolu ilə Siyasi İqtisad Kafedrasına baş müəllim, sonra isə 1974-cü ildə dosent vəzifəsini tutmuşdur. Məiş müəllimin onu da qeyd eləməliyəm ki, həyatı təhsillə və elmlə bağlıdır. 2 yerdə Məiş müəllim yalnız çalışır.
Milli Elmlər Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti. Bayış müəllimlik etdiyi dövrdə 1995-ci ildə Bayış müəllim bilavasitə onun həm elmi redaktorluğu və həm müəllifliyi ilə bazar iqtisadiyyatının fundamental prinsipinə əsaslanan keyfiyyətcə yeni bir iqtisadi nəzəriyyə dərsi nəşr olundu. Bundan sonra ekonomiksin fundamental prinsiplərinə əsaslanan bu fən tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi təmin etmək məqsədi ilə Bayış müəllim tərəfindən ekonomiksin predmeti və metodologiyasına dair adlı dərs vəsaiti hazırlanaraq çap edilmişdir. Həmin bu dərsliklər əlbəttə Bayış müəllimin əsərləri orada sərgidə var. Bayış müəllimin əlbəttə o əsərlərin bir hissəsidir. Bayış müəllimin iqtisadiyyat sahəsində çoxlu əsərləri vardır. Ümumən 1991-2003-cü illərdə Bayış müəllim Əhmədov Respublikanın aparıcı elmi jurnallarında dərc edilmiş elmi məqalələrinin əsas istiqamətləri, ölkədə rəqabət qabiliyyətinin yüksəldilməsi, milli iqtisadiyyatın təhlükəsizliyi, milli iqtisadiyyatın formalaşmasının qanunuyğunluqları və inkişaf problemləri təşkil edir. Bayış Əhmədov 2005-ci ildə qloballaşma şəraitində milli iqtisadiyyatın formalaşmasının nəzəri problemləri mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və Bayış müəllim 2011-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən professor adına layiq görüldü. Bayış müəllim Professor Əhmədov 2006-2022-ci illərdə iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdürü vəzifəsində çalışmışdır və bu illərdə Əhmədovun tədqiqatlarında qloballaşma prosesi ilə milli iqtisadiyyatın qarşılıqlı təsiri, dövlətin iqtisadiyyat siyasətinin formalaşması və reallaşması, eləcə də sosial iqtisadi problemlərin tənzimlənməsi, davamlı inkişafa keçid proseslərində xüsusi yer alır. Onu da qeyd etmək lazımdır ki, Bayış müəllimin həmin dövrdə qloballaşma və milli iqtisadiyyatın formalaşması adlı 35 çap vərəqətimizdə monoqrafiyası oxucular, iqtisadçılar tərəfindən hörmətlə, rəğbətlə qarşılanmışdır və bundan baxışın Bayış müəllimin redaktorluğu ilə bir sıra müəllifliyi ilə dövlətin iqtisadi siyasəti, iqtisadiyyatın dövlət tənzimlənməsinin əsasları adlı dərs vəsaitləri tələbələr üçün oxu vəsaiti rolunu oynamışdır. Bundan başqa Bayış müəllim Azərbaycan Rus dilində olan ədəbiyyatların 3 dərsin Azərbaycan dilində tərcümə edilməsində də Bayış müəllim yaxından iştirak etmiş, onun redaktorluğu və həm müəllifliyi bu dərsliklər də Azərbaycan dilində tərcümə edilib, çap edilmişdir. Professor Əhmədovun tədqiqatlarında Azərbaycanın milli və müstəqillik illərində milli iqtisadiyyatın inkişaf edilməsi, Heydər Əliyevin siyasəti, onun reallaşması, həmin siyasətin, iqtisadi siyasətin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və həmin məsələlərin təbliğində Bayış müəllimin əvəzsiz xidmətləri vardır. Onun apardığı elmi tədqiqatları ilə yanaşı tanışlıq göstərir ki, bir qayda olaraq nəzəri və praktiki problemlərin tədqiqi ilə məşğul olub Bayış müəllim. Ayrı-ayrı illərdə Professor Əhmədov tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafına dair 5 məruzə mərkəzi dövlət orqanlarına təqdim edilmişdir. Ümumən, onun uzun illik elmi pedaqoji fəaliyyəti dövründə 200-dən çox respublika və xaricdə çap olunmuş elmi əsərlər, o cümlədən monoqrafiya, dərsliklər, dərs vəsaitləri, fən proqramları çap edilmişdir. Professor Əhmədov 2022-ci ildə İqtisadiyyat və Texnoloji Elmlər Kafedrasının professoru vəzifəsini tutmuşdur. 24-cü ildən isə hal-hazırda kimi Professor Əhmədov məsləhətçi professor vəzifəsində çalışır. Professor Əhmədov uzun illər səmərəli elmi pedaqoji fəaliyyəti nəticəsində çox sayılı gənc nəsillərin yetişməsində, xüsusi olaraq alimlərin yetişməsində müstəsna xidməti var. 15-dən çox onun rəhbərliyi altında doktorat, aspirant uğurla müdafiə etmiş, 40-dan çox
tədqiqatçının rəsmi abonenti olmuş. Onun getirmələri demək olar ki, bugün universitetimizdə çalışır bir hissəsi ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışırlar, olurlar. Bu, onu göstərir ki, Əhmədovun kadr hazırlanması sahəsində böyük xidmətləri var. Məhəş Əhmədov 1976-83-cü illərdə Azərbaycan SSR Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şurasının 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, 2015-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Bilinç Fondunun iqtisadi məsələlər üzrə eksperti olmuşdur. 2015-2021-ci illərdə Azərbaycan elmi tədqiqatların təşkili və əlaqələndirilməsinin iqtisadi bölmə üzrə Problem Şurasının, 2016-2023-cü illərdə isə Universitetin Tədris Metodoloji Şurasının bölmə rəhbəri və uzun illər ərzində İqtisad Elmləri Nəzəri və Praktika Jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bundan əlavə, Məhəş Əhmədov ölkəmizdə nəşr olunan 7 ciltlik böyük iqtisadi ensiklopediyanın redaksiya heyətinin üzvü olmuşdur. O, 2008-ci ildən hal-hazırda kimi Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, 2022-2023-cü illərdə isə həmin Dissertasiya Şurasının sədri olmuşdur. Professor Əhmədovun uzun illər səmərəli elmi pedaqoji fəaliyyəti nəticəsində 2011-ci ildə elm və təhsilin inkişafındakı xidmətlərinə görə ona Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 2015-ci ildə Ali Təhsil Nazirinin əmri ilə qabaqçı təhsil işçisi 4 nişanı, nəhayət sonra Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi əlaqədar olaraq Məhəş müəllim Əhmədov şöhrət ordeni ilə təltif olunmuşdur. Professor Əhmədov 1993-cü ildə Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 1923-cü ildə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar olaraq İdarə heyətinin qərarı ilə fəxri fərmanla təltif olunmuşdur. Hörmətli Məhəş müəllim, sizin nəşr olunmuş kitablarınız, məqalələriniz, yetişdirmələriniz artıq gənc nəsil, sizin tədqiqatlarınızla qidalanır və müxtəlif sahələrdə çalışır. Mən bu əziz gündür, mənim üçün sevimli gündür. Məhəş müəllimi səmimi qəlbdən təbrik edirəm. Məhəş müəllimə uğurlar arz edirəm. Məhəş müəllim həyatının ən məsudar dövrünü yaşayır. Məhəş müəllim arz edirəm ki, 90 illik, 100 illik jubileyləri də keçirək. Hamınıza da can sağlığı arz edirəm. Arz edirəm ki, Məhəş müəllim həmişə ailəsi ilə, övladları ilə birlikdə olsun. Məhəş müəllim, Allah sizi və ailənizi qorusun, dostlarınızı qorusun və biz də sizə baxaq, həmişə sevinək. İcazə versiniz, mən bir dost kimi aşağı düşmədən Məhəş müəllimi kiçik bir hədi ilə hədiyyələnəcək. Çıxışlar təbriklər davam edir, söz verilir Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Akademik Ziyad Səmədzadəyə.
Əziz dostlar, hörmətli müəllimlər, professor müəllim, tələbələr və mənim uzun illər tanıdığım səmimi dostlar. İlk növbədə mən hörmətli direktor Ədalət müəllimə təşəkkür bildirirəm. Çünki ömrünü elmin, təhsilin inkişafına həsr etmiş insanların yubileylərinin qeyd edilməsi həqiqətən həmişə tarixi hadise etmiş mətnədir. Və Ədalət müəllim də bu ənənəni çox şərəflə yerinə yetirir. Və mən Ədalət müəllimə onun rəhbərlik etdiyi kollektivin professor müəllim heyətinə təşəkkür bildirirəm. Hörmətli Arif müəllim, Şahif müəllim kifayət qədər Məyiş müəllim haqqında xoş sözlər dedilər. Və mən də taleyimdən çox razıyam ki, Məyiş müəllim bugün Azərbaycan iqtisad elminin neyse, təkcə Azərbaycan yox, müasir iqtisad elminin ən yaradıcı, ən məhsuldar sözü olan, elmi fikirləri olan alimdir. Bayaqları Arif müəllim onun həyat fəaliyyəti ilə əlaqədar olaraq danışdı. 1970-ci ildə mən akademiyada şöbə müdürüydüm. Çox maraqlı bir şöbəmiz vardı. Eskişehir'de cəmi 2 yerdə bir şöbə vardı. Xalq təsərrüfatının sürət və frakturalar şöbəsi. Kapı açıldı. Coğrafya Enstitüsü direktörü Həsən Əliyev içəri girdi. Bu cavan oğlanı işe götürür. Biz düşdük hörmətli akademik Əlbər Mahmudoğlu yanına və Məyiş Əhmədov oldu Akademiyanın İqtisadiyyat İnstitutunun işçisi və şöbəmin əməkdaşı. Bu şöbədə Allah rəhmət eləsin Beybullayev, Mehmet Əsən işləyib. Bu şöbədə aspirant oldu Qabil Manapov. Çox dəyərli iqtisadçı alimlər bu şöbədə çalışırdı və qarşımıza da çox mürəkkəb, ağlasılmaz bir məqsəd qoyulmuşdu. O vaxtlar Respublikalar üzrə milli gəlir istihsalın görüşdürülməsi kimi məsələlər çox nadir hallarda təhlil edilirdi. Respublikalara ancaq müəyyən siyasətlə, bilavasitə siyasətlə əlaqədar olmayan məsələlər tanınırdı. Yəni, humanitar elmlər sahəsi məhdud idi. Orada bilavasitə Respublikanın tarihini həll edən məsələlərin təhlilinə, araşdırılmasına imkan verilmirdi. Ancaq bir çətinlik də olsa, Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuyla əməkdaşlığa girərək biz Azərbaycanda milli gəlirin istihsalı, bölüşdürülməsi, sənayenin sahə quruluşu, bölüşdürülməsi, bu kimi məsələlərlə məşğul olduq. Və eyni zamanda çox bizim dəyərli alimlərimiz olub. Əhməd Mahmudov, Asət Nadirov, Ağasər Mələsiyyarə falan rəhbərlərini almışlar. Onların şöbələri isə Azərbaycanın məhsuldar qüvvələrinin inkişafı yerləşdirilməsini məşğul olar. Biz Məyiş müəllimlərlə, Beybullayev, Məhmədlə və digər həmkarlarla çox çətin şəraitdə hökumətin bir tapşırığını yerə getirdik və taleyimdən çox razıyam ki, o məsələdə yüksək qiymətləndirildi. 1972-ci ilin yanvarın 21-də bizim hazırladığımız material Milli Elmlər Akademiyasının, o vaxtda Elmlər Akademiyasının rəissiyyət heyətinin iclasında müzakirə olunurdu. İştirakçılar kimləridir? Əli Axundov, keçmiş birinci katib, Topçubaşov, Həsən Abdullayev prezidentin başçılığı ilə bütün Respublikan akademikləri və Məyiş müəllimdə yanındaydı ki, həm cədvəllərin hazırlanmasında iştirak etmişdi. Həm də o cədvəlləri o vaxtlar kompüter yox, bir şey yox. Bir cədvəl dəyişilir, başqası cədvəli gəlirdi. Yəni, Məyiş müəllimin fəaliyyəti və biz ona çox çətin bir mövzu verdik. İctimai məsulun material tutumu. Çox təəssüf ki, bir gün bu məsələlərə fikir verildi. Ümumiyyətlə, Azərbaycanda iqtisadi səmərəli problemlərin bölgədə qalıb, əsasçılarımız buna diqqət etmədilər. Məyiş müəllim ittifaq miqyasında nüfuz doğuran çox böyük bir tədqiqat işini yerinə yetirdik. İctimai istihsalın material tutumu. Məcbur ictimai məsulda milli gəlirin xüsusi
seçtiği dinamikası, ona təsir edən amillər və s. və s. Mən Məyiş müəllimi bir gün cəsarət edəyəm ki, müasir iqtisad ilminin keçmiş Sovet Respublikalarında ən nadir nümayəndələrindən biridir. Ne üçün? Çünki o əsərlərində milli iqtisadiyyatın qorunması, iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələlərini önemli çəkir. O, çox nadir iqtisadçılar kimi bazar münasibətlərini keçişləşdirir, güzelləşdirməni keçişləşdirir. Yəni, bu kimi iqtisadçılar bugün bizə lazımdır. Bu binada vaxtilə Nobel mükafatı laureatı yadımıza gələr arkadaşlar. Joseph Stiglitz gəlmişdir. Ondan sonra bizim ona kısa temaslar, kısa temas sebebimiz oldu. Özel şekillerde de var. Ben ona beynəlxalq bilmirdim elə onun baxışlarını, ben ona beynəlxalq valyuta fondunun Azərbaycana göstərdiyi xidmətin mənfi cəhətləri haqqında danışdım. O birdən-birə döndü, mən də İngilizcədən etiraf edib bir şey bilmirəm, o tamamıyla təcrübəsi vasitəsi prezidentlik yasağı saklası, yapılmıştı saklası. O vaxtlar ise biz bir yazı vermiştik. Жесткие условия Международного валютного фонда обостряют социально-экономическую ситуацию в республике. Yani Beynəlxalq Valyuta Fondu'nun sert şərtlərin Azərbaycan'da sosial-iqtisadi inkişafı çətinləşdirir. Məyiş müəllimin əsərlərində, xüsusilə də 2003-cü ildə çap olunan o monografiya çox samballı girmişdir. Mən arzu edirəm ki, gənc iqtisadçılar onu oxusunlar, baxsınlar ki, vətən sevgisi haradan başlayır, iqtisadçı vətənini necə sevməlidir. Bizə qərb iqtisadçılarının bəzi etdikləri, bəzi tövsiyelər Azərbaycanın milli maraqlarına cavab verir, Azərbaycanın daxil bazarının qorunmasına imkan verir. Hətta bu yaxınlarda ədalət bölümünə iştirak edir, bölümünə iştirak edir. Xarici bir ekspert Gülüstan Sarayı'da çıxış edəndə Azərbaycanın gələcəyi 4 sahədə bağlıqlardır. Kəndə sahədə texnologiyalarla istifadə xüsusi. Mən söz aldım, çıxış etdim ki, bu yaxşıdır, bunlar imkan, amma müstəqil dövlətin sənayiləşmə səviyyəsi olmalıdır. Müstəqil dövlətin tarazlı inkişafı olmalıdır. Mən bunları ona görə deyirəm ki, Azərbaycan alimlərinin apardığı tədqiqatlar edəcəkdir. Məyiş müəllimin o yazdığı kitablar bu məsələlər çox ətraflı işıqlandırılır. Mən bizim Azərbaycan iqtisadçılarının burada saxlanlara eləşdirəm. Biz millətimizi qoruyursa, milli iqtisadiyyatımızdan danışaq. Ümumi iqtisadiyyatda milli iqtisadiyyatın payının artmasına nail olur. Bu kimi tədqiqatlarımız olmalı. Yəni, Məyiş müəllimin bir gün yubileydi, 80 yaşı, amma bu şərəfli bir ömürdür. Onun bütün tədqiqatlarında, bütün yazılarında milletin iqtisadiyyatı, onun iqtisadi təhlükəsizliyin qorunması, daxili bazarın qorunması, milli iqtisadiyyatın şahiləndirməsi məsələləri ön plandadır. Çünki dünya, mən soruşanda bayaqları şahibərdir, Malazya bizim üçün çarpmalı bir şeydir. Amma dünya tarixində, dünya iqtisadiyyatı tarixində yadda qalan ölkələrdən biridir ki, o dedi, biz arası kesilmeyen Beynəlxalq Valyuta Fondu'nun tövsiyelerine qulaq asayla, bir günə Malazya milleti olur, bir günə Malazya milleti var. Məyiş müəllimin də tədqiqatlarında millilik. Bir gün Azərbaycan dövləti söveren dövlətdir. Söverenlik təkcə ordu deyil, güclü iqtisadiyyatdır, güclü siyasətdir və ahalinin sosial məsələlərin sistemi şəkildə edilir. Mən Məyiş müəllimə Ölşəmdən sağlayabilirim. Onu arzu edirəm ki, onun əsərləri. Mən arzu edirəm ki, Məyiş fikirlər bu kitabı yenidən nəşr edir. Əlavə materiallarla. O kitablar oxu. Verilən fikirlərin 99-99% bugünün reallıqlarına cavab verir. Azərbaycanın gələcək inkişafı üçün müəyyən metodoloji bazı olmalı yaparım. Mən səni təbrik edirəm. Allah səni qorusun. Bizim Məyiş müəllimlə gənclik illərində, dostluq illərində, ailəsində doğmuşuq. Hətta Nasivandan səfərdən gəlirdik Həsən Abdullayev, Akademik Həsən Əliyev, Asəlim müəllim, Əhməd müəllim, Hasan müəllim, evdə də olduq 74-cü ildə. Mənim üçün Məyiş müəllim
oğlum kadar əziz deyil. Azərbaycan müsaadələri, nacar, Allah'tan bilir, can sağlığı arzuyorum, Allah sen korusun. Var olun. Çıxış üçün söz verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elm Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Profesor Şahin Sadıqova. Buyurun Şahin müəllim. Hörmətli məiş müəllim, hörmətli tədbirin iştirakçıları. İlk önce Ziyad müəllimi təkrar edərək demək istəyirəm ki, mən minnətdarlıq bildirmək istəyirəm institutun rəhbərliyinə ki, məiş müəllimin 80 yaşını belə bir təntənəli şəraitdə keçirir. Birinci ve önce şeref neden ibarettir? Bugün bu zal çok tarihi bir zal. Burada Demokratik Respublikadan tutmuş, bugüne kimi burada en büyük Azerbaycanlı şəxsləri çıxış edildi. Çok şəxslərin burada yubileyleri keçirildi. Akademiklerin, profesörlerin, doçentlerin, yani emeği olan adi müəllimlərin, yəni ki, əməkdar müəllimlər. Ona görə bugün mən gələndə və görəndə ki, bu böyük zalda bu keçiriləcək, xüsusi bir hiç keçirildi. Məiş müəllimə görə ürəyim biraz tox oldu. Ona görə məiş müəllim, birinci sizi təbrik edirəm. Ona görə ki, 80 yaş yaxşı yaşdır. Deyirlər ki, 80 yaşa sağ-salamat çatan adam en düzgün qərarlar qəbul edilir. Yəni tarazlı qərarlar. Çığırınlığı olur. Ona görə belə tarazlı qərarlar qəbul edilir və tarazlı yanaşmaları var. Təbii ki, bu elmdən. Mənə elə gəlir ki, bir gün məiş müəllim, Ziyad müəllim dedi ki, o kitabı yəni ümumiləşdirsin. Yeni zamanda, yeni bu mərhələdə, əgər onu eləsə, mən həqiqətən inanıram ki, o gözəl bir əsər olacaq. Deməli, məiş müəllim həm elmdə, həm də tədrisdə. Burada belə səsləndi ki, yəni ki, məiş müəllim təkcə Elmlər Akademiyasında elmlə məşğul olur. Mən hesab edirəm ki, məiş müəllimin əsas elmi fəaliyyəti bu institut olur. Həqiqətən məiş müəllim bu universitetdə həyatını keçir. 50 il, tələbə illərinin də üstünə gəlsə, düz 50 il. Ona görə də məiş müəllim bu institutla bağlılığı çox böyükdür və bu divarlar onun üçün çox doğmadır. Məiş müəllim elə lap cavan vaxtıda, mən yəni özüm instituta gəldim, məiş müəllim artıq burada fəaliyyətdəydi və mən görürdüm ki, məiş müəllim institutda ən aktiv bir insanlardandır. Həmişə, yəni onun o bilikləri, bilik potensialı o qədər idi ki, demək olar ki, özü nəzəri kafedradaydı. Hər bir diskusiya açırdı. Hər bir məsələ ortaya çıxanda gördüm ki, məiş müəllimin öz fikri var, öz yanaşması var. Özü məntiqən çox düzgün qururdu öz fikirlərini. Sonra məiş müəllimi mən belə yüksək qiymətləndirdim, bizim institut bağlananda. Bizim institut bağlandı, sonra bizim institut elə bil ki, o qısa bir neçə ildə çox yüksək keyfiyyət dəyişdilər. Bu institutda olan o keyfiyyət dəyişiklikləri məiş müəllim kimi adamların hesabını. Yəni təşəbbüskar, o vaxtlar ən çox bizdə deməli məqalələr çap olundu, ən çox metodik işlər görüldü. Ayrı-ayrı qiyametçilərə
burada heç vaxt olmayan paketlər hazırlandı. Yəni, hər qəbulçiyə o paketlər verildi. Bir də, bir vaxt mən Moskvada olanda, deməli, o samizdat deyirdilər də o vaxt Moskvada, belə əldə çap olunmuş kitablar var idi. Bazar iqtisadiyyatı haqqında bağlı, yəni bizdə kitablar yox idi. Mən məsələn, Moskvada əlimə keçdi o samizdat, Fisherin kitabı idi, ekonomiyası. Mən onu gətirdim, 33 dənə, deməli, belə çap olunmuş kitabçalar idi, format A5 belə də. O üçün onu gətirdim, mən kafedralar arasında böldüm, yəni uyğunluğuna görə, fəsillərinə görə hansı kafedraya uyğun idiysə, o kafedraya bölüşdürdük və orada təbii ki, ən böyük bir hissəsi nəzəri hissələr idi. O nəzəri hissələr çox düşdü Məiş müəllimin, o siyasi iqtisad kafedrasına, o Məiş müəllim orada aktiv iştirak edirdi. O tərcümədə çox kömək elədi və biz demək olar ki, Azərbaycanda birinci dəfə deməli, xarici müəllif olan kitabı çap elədik Azərbaycan dilində, Fisherin kitabını onu. Bəlkə mən heç adamını deməmişdim, o vaxt prezident aparatında, İqtisadiyyat şöbəsində Vahid Axundovdan tutmuş, onda Elman Rüstamov oradaydı, deməli, Mail de oradaydı, şöbə müdürüydü, sonra şey de oradaydı, Məsimov, Əli Məsimov da oradaydı. Onlar gəldilər, bütün o 33 dənədə belə broşur kimi çıxmışdı da, o broşurları biz payladıq. Orada da biz Məiş müəllimin əməyi çox böyük. Sonra bir də belə Məiş müəllimi. Haşim'in özü bir imkanı var, korrekt olmuş. Burada sizi tanımayanlar da var. Yani hadisinin içindesin. Yangın müzeyi var da, müzeyde yangınçı var. Deməli, bir də Məiş müəllimin yangıncı yanındadır. Bizdə İsmail müəllim var idi. İsmail müəllim Moskvadan deməli, Lifşitsi dəvət elədi bura. O birinci dəfə SSR-də yazmışdı Rınişlə ekonomik kitabını. Onu deməli, İqtisadiyyat jurnalında, ekonomik jurnalında fəsillərlə çap edildilər. İsmail'la biz belə əlaqə saxladıq. O vaxt İsmail FKK-ya getmişdi ora. Deməli, o Lifşitsi bura dəvət edildi. Deməli, bu birinci mərtəbədə aşağıda deməli, o leksiyalar deyildi. Vəbşə diyalog yaradıldı. Belə, ümumi leksiya deyildi, sonra suallar. Məiş müəllim o görüşlərdə ən aktiv iştirakçısıydı. O. Bu gün də ona görə mən heç bir təəccüb eləmirəm ki, doğrusu, bazar iqtisadiyyatı ilə bağlı yazılan məqalələr, kitablar Məiş müəllim üçün problem yaratır. Öyle o vaxtlar Ruslar demiş, Rınişlik idi. O üçün, sonra biz Məiş müəllim 2 dəfədə kafedramızda oldu. Bir, siyasi iqtisad kafedrasında, bir də iqtisadi tənzim eləmədə. Siyasi iqtisad mərhələsini mən biraz keçdim. Gəldik, deməli, iqtisadi tənzimləməyə. Mən Dövlət İmtahan Komissiyasının sədriydim. Məiş müəllimi, deməli, buraxılış qurumları var idi. Xüsusilə o xüsusi istedadlılar da var idi. Siz bilirsiniz, mən çox belə təəccüb elədim ki, orada müdafiə edən uşaqlar, demək olar ki, o zamana görə ən belə qabaqçıl tema, ən mövzuları var. Mən sən bildim ki, bunu Məiş müəllimi. Bu temalar Məiş müəllimin dəsti xəttini oluşdu. Onlar da çox gözəl müdafiə edirdi. Onda gördüm ki, həqiqətən Məiş müəllim öz yerində. O iqtisadi tənzimləmədə. Ümumən, Məiş müəllim haqqında mən çox danışım. Sonra Məiş müəllim fərqlərini deməklə. Deməli, mən Nazirlər Kabinetində işləyəndə bizim hesabatlar çıxırdı da. Ziyan müəllimi yaxşı bilir. Biz hesabatla Milli Məclisin qarşısında çıxış edirdik. Onun materialları ilə yeganə maraqlanan Məiş müəllim. Mən də biraz da belə də
qayda qanunu pozaraq mən o kitabı həmişə Məyiş müəllimə bağışlayıram. Ona görə ki, səmimi ürəklə maraqlanırdı ondan və o istəyir bilək ki, hökumətdə hansı işlər gedir, necə gedir. Gəlmişim, Məyiş müəllim onu yaxşı yapar. Bir də qalır o şəxsi mənim Məyiş müəllim haqqında təsəvvürüm. Məyiş müəllim bir insan kimi də çox gözəl. İnsan. Yəni onun rəftarı, kollektivdə münasibətləri, insanlara münasibəti, qadınlara münasibəti, o həmişə hamı ilə çox belə ehtiyatlı, çox belə bir dəfə mən doğrusu Məyiş müəllimdə qobudduq ya belə də normadan artıq hərəkət görməmişəm. Görməmişəm, həmişə də xoş niyyətli insan. Pis niyyət adam deyil. Yaxşı ailəsi var, bunu hamı bilir. Yaxşı ailə böyüdür. Ona görə Məyiş müəllim hər tərəfli bütün bu gün deyilən sözlər, Ayrıq müəllim bütün o mükafatları, orden medalları, hamısını sadaladı. Layiqdir, həqiqətən layiqdir. Məyiş müəllim, ürəkdən təbrik edirəm səni. Arzu edirəm ki, həmişə ailənin Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Profesör Vüsal Qasımlıya. Hörmətli Məyiş müəllim, hörmətli professor müəllim, qonaqlar, hörmətli tələbələrimiz. Fürsətdən istifadə edib Məyiş müəllimə ilk növbədə sizi 80 illik yubiley münasibətindən təbrik etmək istəyirəm. Və açığı İqtisad Universiteti bu divarlar yeganə yerdir ki, mən özümü həmişə bura gələndə tələbə kimi istəyirəm. Yəni, nə bilim, Oxfordda da, Harvardda da, dünyanın ən məşhur universitetlərində heç bir yerdə mən özümü heç vaxt tələbə kimi istəyirəm, amma bura gələndə tələbə kimi istəyirəm. Çünki tanış simalardır, tanış divarlardır. Və Məyiş müəllimə yeri gəlmişəm, mən müəllimim olub. Bizim ilk tanışdığımız 1993-cü il oldu. Deməli, rəhmətli Həsən müəllim direktor. Həsən Qasımov rəhmətli istəyir. Bu, deməli, prezident administrasiyasının bir qrup şəxsində bir gəldilər auditoriyalı. Soruşlar ki, nə var, bu yox. Bizə təzə testin birinci ildir. Amma dedi ki, hər şey böyləsində. Bizdə bir də orta bab oxuyan bir oğlan var idi. Bəlkə də biraz ortada danışır. Dedi, mənə şikayətim var. Dedilər, nədə şikayətim? Dedi ki, bəs Marks'ın Kapital kitabını gizliyirlər, kitabını anladım. Mən götürüb oxuya bilmirəm. Hansı kez kitab oxuyan da deyil. Sonra, deməli, Məyiş müəllimdə deməli, siyasi iqtisad kafedrasını biliyor. Ondan sonra qısa müddətdə o kitabı da verirlər ona ki, bəs oxuda, yəni ki, kitabxanada var. Sadəcə elə ki, bir dərman almışdı, kimsə də həsə etiraz edəməliyim. Və ilk təmasımız bizim Məyiş müəllim onda yarandı. Və sonralar biz deməli, Azərbaycan 2020 gələcəyə baxış sosial-iqtisadi inkişaf strategiyası işləmək hansını ki, bayaqları Şahin müəllim deydi adları, Bahir müəllim, Nümayir müəllim, başqa administrasiyada bizim bu vaxt ki, deməli, rəhbər şəxslər bu işlərlə məşğul idi. Biz onda da İqtisad Universitetindən işləyirdik və Məyiş müəllimlə işləyirdik. 2016-cı ildə deməli, strateji yol xəritələri qəbul olunanda İqtisad Universitetindən məcburilə Məyiş müəllimlə işləyirdik. 2021-ci ildə deməli, 22-26-cı il sosial iqtisadi inkişaf strategiyasında da biz bu təhsil ocağında işləyirik və Məyiş müəllim prosesinin içərisindəyik. İndi biz 20-30'lar
pilotusu. Möhtərəm Sayın Prezidentin tapşırığı əsasında hazırlayırıq. Məhşərim, sizin təcrübəyə yeni bir böyük ehtiyac var. Ben baxıram, dövlətin iqtisadi siyaseti, milli iqtisadiyyat və s. Çox gözəl məsələlər yaratmışsınız və mən xatırlayıram ki, ümumiyyətlə milli iqtisadiyyatla bağlı ən yaxşı fundamental işi Rəhmət Büstovun müəllim edilmişdir. Xatırlayırsınız ki, milli iqtisadiyyatın əsas problemləri. Hələ o mühazirələrin belə deyək, mən təsir altını görürüm. Və mənə də gəlir ki, bu çox bir məhsuldar bir ömürdür. Yəni, elm təhsil ilə ki, dövlət siyasətinə müvafiq dəstək verilmək. Çünki bugün dünyada tədqiqat və işləmələrə xərclənən vəsait ümumdaxili məhsulun 2,67 təşkil. Təxminən bir 3 trilyon dollara yaxın illik vəsait xərclənir. Bunun da böyük bir hissəsi, 80% 10 ölkənin payına düşür. Məsələn, çox böyük bir təmərküzləşmə var. Məsələn, Amerika Birləşmiş Ştatlarında təxminən 780 milyar dollar illik tədqiqat və işləmələrə vəsait xərclənir. Ondan sonra Çin'də də gündüz kimi milyar dollar. Türkiyədə yer gəlmişdir ilk olduqda və bizim ümumiyyətlə elmi ictimai təmas imkanları o qədər də sürətli deyil. Ona görə də mən fürsətdən istifadə edilmək istəyirəm ki, biz indi 27-30 ilin sosial iqtisadi inkişaf strategiyasında hətta bir elmi modelini yaratmaq istəyirik, daha doğrusu təklif edilmək istəyirik. Çünki var deyək ki, Britaniya və Amerika Birləşmiş Ştatları modeli bu daha çox özəl sektorun liderliyindən və universitet bazalı belə deyək ki, elm təhsil modelidir. Var deyək ki, İsrail daha çox dövləti xüsusilə müdafiə sənayesi, texnologiyalar üzrə, sifarişlər üzərində verilir. Rusiya və Çin köhnədən qalma. Amma Çinin nümunəsində daha yeniləşdirilmiş, təkmilləşdirilmiş bir model ortaya qoyur. Və bu da Azərbaycan da bu istiqamətdə bir axtarışdadır. Düşünürəm ki, elm, təhsil, iqtisadiyyat üçbucağı bugün əsas çıxış yoludur və biz məhz bu üçbucağın üzərində və universitet ağırlıqlı inkişaf edilməliyik. Və mən düşünürəm ki, mənim bugünə qədərki tədqiqatları və bugündən sonra da ki, məsləhətçi professor olaraq fəaliyyətdə bu istiqamətdə çox böyük töhfələr verəcək. Mən deməli, Azərbaycan Respublikası İqtisadi İslahatlarının Təhlil Kommunikasiya Mərkəzi adından sizi fərqli fərmanla tərtib etmək istəyirəm. Bizim kollektivlardan xahiş edən bunu qəbullayın və hesab edirəm ki, Azərbaycanda iqtisadi siyasətdə, islahatlar siyasətdə götürəm cənab Prezidentin rəhbərliyinin aparan siyasətdə verdiyiniz böyük bir töhfə üçün ikisi bilədir.
Çıxış üçün söz verilir İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Doçent Elçin Eyvazova. Buyurun Elçin. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli həmkarlar, hörmətli qonaqlar, əziz Məyiş müəllim. Məyiş müəllim, mən özümü hesab edirəm ki, İqtisadiyyat və İdarəetmə Fakültəsində 2016-cı ildə dekan müavini, sonra 2021-ci ildə dekan təyin olunduğu müddətdə Məyiş müəllimlə bir yerdə işləmişik. Burada Məyiş müəllimlə bağlı onun zəngin elmi tədqiqatlarından, onun kitablarından qeyd olundu. Eyni zamanda burada qeyd olundu ki, həm də Məyiş müəllimin digər bir istiqamətlə tədrislə bağlıdır. Sözün həqiqi mənasında Azərbaycanın gənc kadrlarının formalaşmasında Məyiş müəllimin şəxsən və o cümlədən onun rəhbərliyi elədiyi kafedranın çox böyük xidmətləri var. Bu kafedranın formalaşması birbaşa Məyiş müəllimin idarə etmə bacarığı ilə bağlıdır. Yəni, elmi tədqiqat, tədris və eyni zamanda Məyiş müəllimdə olan idarə etmə bacarığı təkcə bugün Azərbaycanımızın əmək bazarı üçün yox, bütövlükdə dünyada Azərbaycanın təmsil edəcək gənc iqtisadçı kadrların formalaşmasında çox önəmli amil və önəmli rol oynayır. Və eyni zamanda həm də Məyiş müəllimin rəhbərliyi etdiyi müddətdə özünün bacarığı ilə qayğıkeşliyi nəticəsində gənc müəllimlər də həmin kafedrada formalaşmış və bugün Məyiş müəllimin yolunu davam etdirməkdədirlər. Məyiş müəllim kafedraya işlədiyi müddətdə eyni zamanda həm də özünün konstruktiv və fikirləri ilə, mövqeyi ilə, tövsiyəsi ilə bütövlükdə fakültənin fəaliyyətinin uğurla həyata keçirməsində də önəmli rol oynamışdır. Elmi şuradakı bir çox müzakirələrdə məhz onun tövsiyələri bizim doğru qərar qəbul etməyimizdə əhəmiyyətli amildir, əhəmiyyətli rol oynamışdır. Bugün həm də burada qeyd olundu, Məyiş müəllim təkcə bu keyfiyyətləri ilə bərabər həm də mən insanın keyfiyyətlərinə də diqqət getirmək istəyirəm. Hamı çox gözəl bilir ki, Məyiş müəllim sədaqətli dostdur, Məyiş müəllim gözəl ailə başçısıdır və bugün Məyiş müəllimin övladları onun yolunu məhz onun fəaliyyət göstərdiyi fakültədə, kafedrada davam etdirməkdədirlər. Mən Məyiş müəllim sizə təbrik edirəm, sizə can sağlığı arzulayıram və mən inanıram ki, bundan sonra da siz Azərbaycan iqtisad elminə çox böyük töhfələr verəsiniz. Azərbaycanın dövlət siyasətinin həyata keçirilməsində özünüzün gəncləri mühafizədə və istiqamətdəki fəaliyyətinizi bundan sonra da uğurla davam edəcəksiniz. Çox sağ olun. Təbrik edirəm. Fakültəmizi qəbul edin. Məyiş müəllim həmçinin bu ideyalarının tədqiqatı sorusunda mən inanıram ki, bu sizlər daha çox yarışacaqsınız. Çıxış üçün söz verdi İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı, professoru Qabil Manafova. Buyurun Qabil Manafova. Hörmətli Məyiş müəllim, hörmətli həmkarlar, hörmətli dostlar, hörmətli qonaqlar, hörmətli tələbələr. Bugünkü tədbir böyük bir əlamət tədbirdir. Elə bir gözəl insanın 80 illik yubileyinə həsr edilir ki, bu insan elmdə, mənəviyyatda, ailədə, böyük həsədə, yaxşı mənada həsədə, hörmətə, mənəviyyata malik olan bir insan. Bu baxımdan mən bu müddətimizin rəhbərliyinə təşəkkür edirəm. Bu təcrübənin davam etməsini görürəm. Arka xəstədə
bu təcrübədə, bu yubileydə baxanda belə həvəs yaranır ki, həyatımızda elə davam edəyək ki, vaxt gələndə bəlkə bir də məclislər, tədbirlər edilsin. Diğer müəllim, Şahin müəllim təcrübədən danışdılar, Məş müəllimdən olan münasibətlərdən, şəxsi görüşlərdən danışdılar. Mən Məş müəllimi 78-ci ildə tanıdım. Bilalı bir 50 il yaxınlık görüldük. Harla tanıyıram, mən İtaliyyat İnstitutunun Məş müəllim işləyən şöbəsinin aspirantı olmuşum. Şöbədə iqtisadiyyatın planlaşdırılmasının sürəti və proporsiyaları şöbəsi. 76-cı ildə aspiranturaya daxil oldum. 79-cu ilin əvvəllərində sertifikatlarını qatıldı. Şöbəyə müzakirəyə təqdim elədim. İlkin müzakirə. Təbii ki, hər bir ilkin müzakirədə olsun ki, bütün iradlar, tövsiyələr, ciddi iradlar, ciddi iradlar olabilir. Mənim elmi rəhbərim, mənə elimdə yaşıl ışıq yandıran, hörmətli akademik Miliyat müəllimisi Məcadı oxu. İradları düzəldəndən sonra, təbii ki, mən sertifikatlarını elmi rəhbərimə təqdim etməliydim. Ama ürəyə elə bilmirdim ki, görəcəm mən iradları bir düzəltmişəm, nələr almışam, almamışam. Şöbəyə yaxınlaşdım. Məş müəllimdə məni belə bir gənc aspirant tanıyırdı, özünü yadını gələr. Dedim ki, müraciət edədim, hələ əvvəldən öyrəniyyətdir. Müraciət edədim, Məş müəllimə, sertifikatını düzəltmişəm. Mümkündür siz buna əvvəldən baxasınız. Mən birdən-birə bunu ziyad vermə, təqdim etməyə belə eləmirəm. Bir baxın, görün, nəysə mən düz eləmişəm, səhv eləmişəm. Siz razılıq versəz, ondan sonra mən elmi rəhbərimə təqdim edəcəm. Məş müəllim sağ olsun. Şöbə müddət ərzində baxdı, bəzi ərazi iradlarını da bildirdi, onları da düzəltdi, dedi, indi təqdim edəcəm. Yəni, mənə Ziyad müəllimdə hər yaşlı ışıq açıbsa, bu şöbədə də ən çox mənə yardımcı olan Məş müəllim. Düzdür, sonradan mən də Məş müəllimlə əməkdaşlığa başlayandan sonra Məş müəllimin əsərlərini ilk oxucularından, ilk tanış olanlarına görmüşəm. Hətta doktorluğuna müraciətimizdən görmüşəm. Əməkdaşlığımız bu sahədə xeyli geniş olub. Burada qeyd olundu, Məş müəllimin ictimai fəaliyyəti, təbii ki, elmi pedaqoji fəaliyyətindən söhbət edir. İki istiqamətdə özünü əks etdirir. Birincisi, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda, ikincisi təbii. Arif müəllim çıxışında dedi, rəqəmləri dedi, amma mən Məş müəllimi bildiyimə görə, 100% bildiyimə görə İqtisadiyyat, elmi tədqiqat İqtisadiyyat Üniversitəsində o namizədlik sertifikatı müdafiə təsdiq alandan sonra uzun müddət orada Müdafiə Şurasının üzvü oldu. O dövrdə elmlər namizədini Müdafiə Şurasına salındı. Məş müəllimi üçün Müdafiə Şurasına sırasından üzvlüyünə daxil etmək üçün o vaxt İnstitutun direktörü mərhum akademik Əhməd Maşındır Alət Stasiya Komissiyasına müraciət edib, onun razılığı əsasında Məş müəllimi Müdafiə Şurasının üzvü salındı. Bu da təsadüfi deyil. 29 yaşında namizədlik sertifikatını müdafiə edilmişdi, sabır dövründə təsdiqini almışdı və uzun müddət Sertifikatı Şurasının üzvü oldu. Sertifikatı Şurasının üzvlüyü belə bir adi söz deyillər. Gələn elmi işlərə qiymət vermək, tövsiyə vermək, sertifikatını qaydaya salandan sonra Allah xeyir versin demək.
İkinci istiqamət Mərc müəllimi İqtisad Universitetində tarix müəllimi yapmaya görə 1980-cı ildə universitetdə fəaliyyətə başladı. Mən də 1982-ci ildə universitetdə fəaliyyətə başlamışam. Baxmayaraq 69-74 sonra ondan sonra bir 2 ildən yukarı müddətlər 82-ci ildə müşahidət gəldim. O dövrdən bizim Mərc müəllimlə elmi və tədris metodiki sahədə əməkdaşlığımız başladı. Arif müəllim qeyd elədi, 2 dəfə Mərc müəllim kafedra müdürü 1996 və 2006-dan 22-ci ilə 16 bir bütövlükdə 22 illik bu insanın kafedra müdürlüğü çəkildi. Kafedra müdürü olmaq asan deyil. Kafedra müdürü elmi istiqaməti müəyyənləşdirməkdir. Kafedra müdürü elmi tədqiqatları bir oxumaq, güzəriş etmək, onu ərsə çıxartmaq. Kafedra müdürü kafedranın hər bir müəlliminin dərsinə görə, elmi keyfiyyətinə görə məsuliyyət deməkdir. Çox ağır olur, çox ağır deyil. Mən xüsusilə o birinci dövrü nələrdə tuturam, 1996-cı ildə yeni müstəqillik dövrü, keçid dövrünün çətinlikləri, müstəqillik dövründə hər havada iqtisadiyyat qarşısında bizim tam biliminin formalaşmaması, məsələn, burada iştirak edənlərin bir-birini yazılmaması, bu qatarından bir də sonra bugün Milli Lidevik Üniversitede gerçekten orada bir söz ki, o köhne Sovet'ten kalmış dersliklerle koymuş. Şimdi yeni derslikler koymuş. Şimdi pazar iktisadiyatının prensiplerine, mekanizmlerine ait derslikler var. O vakit üniversitedeki siyasi iktisat fakülte bölmüştür göre. Fakülteler birbirinin siyasi iktisat bir fakülte siyasi. Mərc müəllim kafedra müdürüydü ve o dövrdə tələbələrimizin iqtisadi nəzəriyyələ əlaqədar dəstəyi yox. Olan Məhəmməd Həsən müəllim Eyğulayla o bir kafedra müdürüydü, Mərc müəllim ve bir bakım kitabı ben orada gördüm, ümumi iqtisadi nəzəriyyə dəstəyinin 1995 yılında. Benim indiyəcən yanımdadır o kitabın ərsiyə çıxmasında hər iki kafedra nə qədər mövzuları müəyyənləşdirmək, bunlara məruzları müəyyənləşdirmək, yazılandan sonra oxumaq, sistemləşdirmək böyük bir fazladır. Və Mərc müəllimizə, biz onların psixonik əməliyyat edilməsində kitablar fərqli çıxdı. Sonra 2002-ci ildə o dərəcəyə görə bazı idi. Yəni əlimizdə nəsə oldu təqdim etməyə. Sonra 2002-ci ildə o kitabın sahası iqtisadi nəzəriyyə dəstəyi aldı. O kitabı mən orada mənişməni koydum. O kitabdadır. Bundan sonra iqtisadiyyatdan tənqidlər 16 illik proqramlar, təsdiqlər, məcbərinin öz təsdiqləri, ondan sonra kollektiv buraxılan təsdiqlər, tərcümələr, öyrənmə yaparız. Yəni, tədris prosesini elmi tədqiqat vasitələri ilə, elmi tədris vasitələri ilə təmin edilməsində məcbərliyi öyrənmək. Yəni, altı bir sözlə deyənlər üreticiden keçir, sözlərləyəsə olur. Yenə də Arif müəllim qeyd elədik tərcümənin altında Mərc müəllimin ictimai fəaliyyətini
böyük əmək. Məş müəllim orada belə eğitim. Amma Ziyad müəllimin ona olan yaxşı münasibətindən istifadə edib, daha çox iş görənlərdən yəni o təsdiqatı ilə ondan ibarət elə bir iqtisadi deyil, elə bir iqtisadi kənarda qalmasın, tədbircə kənarda qalmasın. Ciddi kitab, iqtisadi tədqiqatı. Ondan sonra da orada adı çəkilənlərin rəbərliklərin də hər birinə ansiklopediyanın müvafiq olmalı verilirlər. Ben de sonlardan birine ve iktisadi nedeniye Məş müəllimdən bir elmi məmnuniyyətdir. Bizim hörmətli direktörümüz Ədalət müəllimin xarici universitetlərlə təcrübə mübadiləsi rəhmətli Türkiye'nin Saçlar Üniversitesi'nde de İstanbul Üniversitesi'nde de iştirak etmiştim. Ben orada bir özüm için böyle Arif Müəllim tərəfindən, Məş Müəllim tərəfindən böyle bir halı müşahede edildim ki, tabii ki biz gettiğimiz tərəf üstünlüklərini qeyd edildiler, müsbətçə qeyd edildiler. Ama bizim bugünkü qədər halimiz de burada çıxış edərək deyirlər ki, sizin müsbət səhətləriniz vardır, üniversitede müsbət səhətlər vardır, təcrübə mübadiləsində biz sizdən öyrənirik, sizin də bizdən öyrənmədik. Çox məsələmiz var. Yəni bizim elmimizin, təhsilimizin, üniversitemizin mənaseyini çox ciddi şəkildə qoruyurdular və təcrübə mübadiləsində çatdırırlar. Burada qeyd olundu, Məşəqin dövlət mükafatları, əməkdar müəllimin şöhrət ordeni, Təhsil Nazirliyi Tavazı Döş Nişanı. Bu günləri Məş müəllimin fəxri fərman verildi. Valla mən yanıma gəlindi, Məş müəllimin neçə belə fəxri fərmanları var. Onları hələ üzə çıxartdım. Birincisi, iqtisad elmləri doktoru, profesör adını almaq, şöhrət ordeni almaq, əməkdar müəllimin adını almaq, bu elmi titulların, şöhretin arkasında böyük əməkdir. Böyük əmək. Və hər bir insana sahibinə şərəf əməkdar müəllim adını daşımaq, şöhrət ordeni adını daşımaq, profesör adını daşımaq. Məş müəllimin baxımdan yolu cavanlarımız üçün də örnəkdir və ən yaxşı mənada həsəd aparacaq bir ömür. Mən Məş müəllimə uzun ömür arzulayıram. Yeni elmi uğurlar arzulayıram. Və inanırıq ki, Məş müəllim öz sağlamlığı ilə ciddi məşğul olmalıdır. Və inanırıq ki, Məş müəllimin hələ digər elmi uğurları qabaqda. Məş müəllim üçün təbrik edirəm. Sağ olun. Çıxış üçün söz verilir Rəqəmsal İqtisadiyyat Fakültəsinin 3-cü kurs 562-ci qrup tələbəsi Nadir Əzimli. Sənədə qalmaz mahnısını ifadə edəcək. Buyurun. Yar
işve bunaz gider bir gün bu güzeli senede kalmaz. Dağlar başı dumandır, yine dumandır, yar yine dumandır. Ayrılık elimden ne yalandır, yar ne yalandır. Söyledim bu eralar, bu işler bunaz gider bir gün bu güzellik senede kalmaz. Yalnızım yalnız, yalnızım yalnız, gel beni öldürme orasan vermezsin. Söyledim bu eralar, bu işler olmaz gider bir gün bu güzellik senede kalmaz. Söyledim bu eralar, bu işler olmaz gider bir gün bu güzellik senede Çıxış üçün söz verilir İqtisadi və Texnoloji Elmlər Kafedrasının müdürü Yaşar Kəlbi. Hörmətli məşğəllər, hörmətli tədbir işləşləri, hörmətli yubileyimizi, ölkəmdə alim məşğəl məmləkdir. 80 yubiley münasibətilə təbrik edirəm və ona can sağlığını, ünəmlərini və fəaliyyətini uğurlar arzulayıram. Məndən öncəsi edən hörmətli həmkarlarımdır. Məşq müəllimin elmi fəaliyyəti, elmi pedaqoji və ictimai fəaliyyəti haqqında geniş məlumat verdilər. Mən də onun elmi pedaqoji fəaliyyətinin bəzi aspektləri ilə bağlı sizə məlumat vermək istəyirəm. Mən məşq müəllimi iqtisadçı alim olaraq çoxdan tanıyıram və onun əqdaqlarını maraqla izləmişəm. Profesör məşq müəllimin elmi fəaliyyəti hamı bildiğiniz gibi ötən əsrin 90-cı illərin əvvəllərindən ölkəmizin inqilati amili sistemindən bazar iqtisadiyyatına keçməsi şəraitində həmin dövrə təsadüf edir. Müstəqillik illərinin ilkin mərhələsində ölkəmizdə yeni tələblərə cavab verən dərslərin və dərs vəsaitlərinin hazırlanması, dərris materiallarının hazırlanması, qarşıda fizikası vəzifə strukturur və əlbəttə ki, həmin dövrdə yaxşı yardımların Əşməlində İqtisadi Nəzəriyyə Kafedrasının müdürü kimi bu sahədə çalışırdı. Əşməlimin elmi tədqiqatları Azərbaycanda qloballaşmanın milli iqtisadiyyatın formalaşmasına təsiri, iqtisadi təhlükəsizliyin təmin olunması, dövlət siyasətinin formalaşması, ümumən keçid iqtisadiyyatın qanun hüquqlarıyla bağlı olmuşdur. Və bu dövrdə bir qayda olaraq məşq müəllim tərəfindən nəzərə təşkillər, əməli praktiki işlər, onun reallaşdırılması yolları və əlbəttə ki, imkanların məhdudiyyəti haqqında araşdırılaraq sistemli şəkildə nəticələr çıxarılır. Respublikanın jurnallarında, həmçinin onun ucuz çap həcmindən aktiv olan qloballaşma və milli iqtisadiyyatın formalaşması altında nəşr olunan monoqrafiyası dərinliklə Azərbaycan iqtisad elminə ən qiymətli körpə kimi qiymətləndirilə bilər. Mənim məşq müəllimlə elmi təmasım 2005-ci ildə başlayaraq birbaşa olmuşdur. Yəni həmin dövrə təsadüf edir. Doktorluq dissertasiya seçki məşq müəllimin rəhbərlik etdiyi o zamanki iqtisadiyyatın kəndindən
da sonradan istintaq rejimi sonra uğurla kesilməsində, çatdırılmasında mühüm köməklik göstərdi. Məşq müəllim burada qeyd olunmuş ki, 2022-ci ildən İqtisadi və Texnoloji Elmlər Kafedrasının professoru, 2024-cü ildən sonra isə məsləhətçi professor vəzifəsində çalışır. Bu dövrdə məşq müəllimə biz daha da yaxından tanıdıq. Obyektiv bir iqtisadçı alim olmaqla həm də xeyirxah və təvəkkülkar daim bizim magistrantlarla dəfələrlə şahid olmuşam ki, əlindən gələn köməyi göstərir. Eyni zamanda fənn proqramları təkmilləşdirməsində, müasir aktual dissertasiya mövzunun seçilməsində, ilkin müzakirə iclaslarında çox fəal iştirak etməklə kafedrada tədris prosesinin keyfiyyətini göstərməsini verir. Eyni zamanda mən professor Məşq müəllimə necə bir sistemli, dərin elmi birliyə, yaratıcı və obyektiv alim olduğunu son 3 ildə iyice çalışdığımız dissertasiya şurasında da aydın görülür. Məşq müəllimin peşəkar müəllim kimi pedaqoji fəaliyyəti müasir gənc tədqiqatçılar üçün və müəllimlər üçün yaxşı bir nümunədir, örnəkdir. Əlbəttə, ona da inanıram ki, bundan sonra gənc nəsil onun zəngi təcrübəsindən və biliklərindən faydalanacaq. Hörmətli Məşq müəllim, sizi bir daha 80 illik münasibətilə təbrik edirəm. Sizə can sağlığı, ümumi və bütün fəaliyyətində uğurlar arzulayıram. Çıxış üçün söz verilir. Rəqəmsal İqtisadiyyat Fakültəsinin 3-cü kurs 562-ci qrup tələbəsi Nadir Əzimliyə. Onun ifasında gözlə mənim mahnısını dinləyəcəyik. Bir durma,
Açılış üçün söz verilir UNED Yaradıcılıq Mərkəzinin UNED Xalq Çalğı Alətləri Ansamblının ifasında Yaşa Məhəbbətim, Yaşa Ürəyim mahnısını. Oxuyur ansamblın bədii rəhbəri Tural Muradov.
yaşa məhəbbətim, yaşa ürəyim. Turan Muradovun ifasında daha bir mahnı Ötən Gənclik. Yenə fikrim qasırlarda, orandadır, qardadır. Yenə fikrim qasırlarda, orandadır, qardadır. Bir quş kimi ötən gənclik, ayandadır, qardadır. Bir quş kimi ötən gənclik, ayandadır, qardadır. Senin kara gözlerini sevdim ya. Senin şirin sözlerini sevdim ya. Bir de kara gözlerini sevdim ya. Bir de şirin sözlerini sevdim ya. İller etmiş, zaman etmiş saçlarımı ağlar. İller etmiş, zaman etmiş saçlarımı ağlar. Bəhqətinə kaş dönərdim, gənclik alıb diyara. Bəhqətinə kaş dönərdim, gənclik alıb diyara. Ay Zəlimxan, elə kömək olmuşam, səhər-səhər məhdədəyim xətrimə. Ey, bezirmişəm, sularında səsindən, çəmənlikdə şəhdədəyim xətrimə. Bəhmənəm olmuşam, quruca bir səs aman, aman, bəhmənəm olmuşam, quruca bir səs, həyatda heç nəyə qalmayıb həvəs. Səbir gətirərsə yanımda bir kəs, cütdən deyil, təkdən deyil xətrimə. Senin kara gözlerini sevdim ya. Bir de şirin sözlerini sevdim ya. Bir de şirin sözlerini sevdim. Bir de şirin sözlerini sevdim ya. Bir de şirin sözlerini sevdim ya. Turan Muradovun ifasında daha bir mahnı Yaşa Hələ.
yemin olmuşam başa Hele səfər, deyəm səfər yemin olmuşam başa Hele arzularım əməllərim tapmamayı daşa Hele arzularım əməllərim tapmamayı daşa Hele günləri yola salmışam mahnı boşum saçalmışam Ömür deyil qocalmışam yürək deyil yaşam Hele ömür deyil qocalmışam yürək deyil yaşam Dolanırken şehri bağlara açtım seher Dolanırken şehri bağlara açtım seher Könlüm gezir üfürleri dönüyor kızıl kuşa Könlüm gezir üfürleri dönüyor kızıl kuşa Günleri yolla salmışım mavi koşum saçlamışım Ömür değil kocalmışım yüreğim yaşam Ömür değil kocalmışım yüreğim yaşam Ömür değil kocalmışım yüreğim yaşam Ömür değil kocalmışım ay mehşman yüz yaşa Yekun söz üçün söz verilir Profesör Nəşət Məlik. Hörmətli yubiley iştirakçıları, hörmətli həmkarlar, hörmətli qonaqlar, mən ilk növbədə hamınıza bu məclisdə iştirak etdiyinizə görə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Əlbəttə, bu yubileyin keçirilməsi ilk növbədə universitetimizin rektoru, hörmətli Ədalət müəllimin müvafiq sərəncamı ilə həyata keçirilir. Ona görə bu yubileyin keçirilməsi eyni zamanda universitetimizin əməkdaşlarının xeyli böyük zəhmət olub. Mən də onlara öz minnətdarlığımı və təşəkkürümü bir daha bildirmək istəyirəm. Burada hörmətli mənim həmkarlarım, eləcə də elminə, şəxsiyyətinə böyük hörmət edədiyim insanlar mənim haqda xoş, səmimi sözlər dedi. Əlbəttə, mən burada elmi rəhbərim, akademik Ziyyət müəllimi xüsusi qeyd eləmək istəyərdim ki, mənim həyatda bütün elmi uğurların, ictimai fəaliyyətimin uğurlarının təməlində bilavasitə mənim dissertasiya üçün elmi rəhbər olmuş Ziyyət müəllimin müstəsna xidmətləri var. Eyni zamanda burada çıxış edən Şahir müəllimdə, Vüsal müəllimdə, Yaşar müəllimdə, Qabil müəllimdə, Arif müəllimdə və bunların hamısına bir daha o xoş sözlərə görə, səmimi sözlərə görə öz minnətdarlığımı bildirirəm. Və sonda bu mahnıda deyildiyi kimi insan belə xoş, səmimi münasibətləri görəndə bir daha yaşamaq istəyir, bir daha çox xeyirxah və dövlət üçün, xalq üçün, həmkarları üçün daha xeyirli bir insan olmağa çalışır. Bütün hörmətli tələbələr də sizə iştirakınıza görə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun bütün yubiley iştirakçıları. Təşəkkür edirəm.